Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə kimyəvi rabitə və oktet qaydası dərsinin izahını kimya iş dəftərindən bölüşürəm. 2.1. Aşağıdakı sualları cavablandırın. Kimyəvi stabillik nədir? Deməli, bildiyimiz kimi, əziz şagirdlər, kimyəvi stabillik, yəni 8-ci qrup elementləri kimyəvi cəhətdən stabil sayılır və onlar kimyəvi birləşmə əmələ gətirə bilmir, atom halında olurlar və kimyəvi stabillik də nədir? Elementin xarici elektron səviyyəsində əgər 8 elektron olarsa və yaxud da xarici elektron təbəqəsində, yəni 8 elektrona tamamlanarsa, bu zaman kimyəvi cəhətdən stabil sayılır. B variantında oktet qaydası. Oktet qaydası da N-nin xarici elektron təbəqəsində 8 elektronun olmasıdır. Məsələn, NS2, NP6 və diqqət etirsək, xarici elektron təbəqədə 8 elektron var. İkisi S yarım səviyyəsində, 6-sı P yarım səviyyəsində. Xarici energetik səviyyənin 8-ə tamamlanmasıdır. Oktet 8-lik deməkdir. C. Dublet qaydası ilə oktet qaydasının fərqi nədədir? Dublet qaydasında bildiyimiz kimi xarici energetik səviyyədə 2 elektron olur. NS2 heliuma tamamlanır. Xarici energetik səviyyədə olan elektronların sayı. Oktet qaydasında isə 8-ə tamamlanır. Dediyimiz kimi NS2, NP6. Deməli, ikinci suala baxırıq. İkinci sualda bizə deyir ki, dövrü cədvəldən istifadə etməklə aşağıda verilmiş elementlər üçün oktet və dublet qaydalarını tətbiq et. İlk öncə biz baxaq maqneziuma. Maqnezium, əziz şagirdlər, diqqət etsək, metaldır. Metallar elektronlarını bundan əvvəlki dərsdə demişdim və eyni zamanda dövrilik xassələrində də demişdim ki, metallar adətən qeyri-metallardan fərqli olaraq elektronlarını vermək xassəsinə malikdirlər. Yəni, gəlin maqnezium üçün elektron formulunu tərtib edək. 1s2, 2s2, 2p6, 3s2. Deməli, əziz şagirdlər, maqneziumun sıra nömrəsi 12-dir. 12 üçün elektron konfiqurasiyasını yazdım. Və görürük ki, oktet qaydasında mahiyyət nədir? Xarici energetik səviyyədə 8 elektron olsun. Metallar bu prosesi elektronlarını verərək tamamlayırlar. Qeyri-metallar isə elektron alaraq. Maqnezium metaldır, yəni o elektronunu verməlidir. Bu elektron konfiqurasiyasına baxdıqda görərik ki, xarici energetik səviyyəsi 3-cü energetik səviyyədir və burada da 2 elektron var. Onun əvvəlki energetik səviyyə isə 2-ci energetik səviyyədir və onda 8 elektron var. Deməli, oktet qaydasında mahiyyət ondan ibarətdir ki, 8 elektron xarici energetik səviyyədə olsun. Və bunun üçün də biz əgər bu 2 elektronu buradan itirsək, yəni maqnezium 2 elektronunu versə, bu zaman xarici energetik təbəqəsində 8 elektron qalacaqdır. Yəni metal olduğuna görə elektronlarını verərək 8-ə tamamlanır. Və mən bu hissəni buradan silsəm, yəni maqnezium 2 elektronunu verdi. Baxın, ümumiyyətlə bunu sildim. Maqneziuma diqqət yetirək. Sıra nömrəsi neçə idi? 1s2, 2s2, 2p6, 3s2. Bu 2 elektronunu verdi. Metal olduğuna görə elektronlarını verir. Yerdə qalır 1s2, 2s2, 2p6. Üstlərini toplayanda 4, 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6. Sıra nömrəsi oldu 10. 10 da nə idi? Neon. Deməli, maqnezium əmələ gətirdiyi atomun elektron formulu, maqnezium elektron formulunu tərtib etdik. Əmələ gələn ionun simvolu, əmələ gələn ion hansı ion idi? Deməli, maqnezium ionunun simvolunu yazaq. Maqnezium neytral halda idi. 12 protonu və 12 elektronu var idi. Və buna görə də maqnezium əmələ gəldi, elektronlarını verdi 2 elektronunu. Elektronu da verəndə element müsbət yüklənir. Neçə elektron verdi? 2 elektron verərək özünü 8-ə tamamladı. Ona görə də yüklənir 2 müsbət. İndi uşaqlar, baxaq. Burada maqnezium proton sayı elementdə heç zaman dəyişmir. 12 protonu var. Neçə elektronu olar? Mən demişəm, ionun yükü ilə elektron sayı tərs mütənasibdir. Əgər burada ionun yükü 2 vahid artdısa, elektron sayı 2 vahid azalır. 10. Həm də ki, burada gördüyünüz 2 elektronunu itirdi, 10-a çevrildi. Yəni, təsirsiz qaz olan hansına? Neona. Və 2 elektron verdi, 12 idi, oldu 10. Elektron sayı nə oldu? Azaldı. Minus 2 elektron. Deməli, əmələ gətirdiyi ion maqnezium 2 müsbətdir.
İyonun tam elektron formulu. İyonun tam elektron formulu. İyonun neçə elektronu var? 10 elektronu var və elektron formulu da budur. 1s2, 2s2, 2p6. Bənzədiyi təsirsiz qazdakı sıra nömrəsi 10 olan təsirsiz qaz, deməli, təsirsiz qazdakı dediyimiz kimi neondur. Keçək ikincisinə. İkinci nədir? Xlor. Xlor qeyri-metaldır. Yəni elektron alaraq özünü xarici energetik təbəqəsini 8 elektrona tamamlayacaqdır. Xlorun sıra nömrəsi 17-dir. 17 üçün elektron konfiqurasiyası yazaq. 1s2, 2s2, 2p6, 3s2 və 3p5. Deməli, əziz şagirdlər, diqqət yetirsək görərik ki, xlor elektron alacaqdır. Xarici energetik səviyyə burada 3-cü energetik səviyyədir. Və 3-cü energetik səviyyədə görürük ki, neçə elektron var? 7 elektron var. Özünü 8-ə tamamlaması üçün neçə elektron çatmır? 8 olması üçün 1 elektron çatmır. O da ki, mən yazsam, o elektronda P-nin üzərinə gələrəm. 5 idi, oldu neçə? 1 elektron da gəldim, oldu 3p6. Yəni, indi xlorun atomun elektron formulunu birinci yazmışdım, 3p5. Əmələ gələn iyonun simvolu. Xlor, deməli uşaqlar, neytral halda 17 dənə protonu var, 17 də elektronu var. 17, 12 yazdım bura. 17 də nə var? Proton olduğuna görə, neytral olduğuna görə 17 də elektron var. Keçir xlor iyonuna. İndi burada 17 proton var idi əvvəl. Elektron, biz dedik ki, qeyri-metallar nə olur? Elektron alaraq özünü təsirsiz qaza tamamlayırlar da. Düzdür? 3p5 idi, oldu 3p6. Bir elektron neynədir? Aldı. Bir elektron aldısa, elektron sayı 17 idi, oldu neçə? 18. Həm də bu konfiqurasiyada üstləri topladıqda görürük ki, elədi 18. 18 də hansı təsirsiz qazdır? Helium, neon, arqona özünü tamamladı. Və biz dedik ki, proton sayı dəyişmir elementdə. İyonun yükünü tapmaq üçün protondan elektronu çıxıram. 17 çıxılsın 18, -1. Deməli, mənfi. İyonun yükü 0 idi, oldu -1. 1 vahid azaldısa, proton sayı, elektron sayı 1 vahid artar və burada yazıram plus 1 elektron. Yəni 1 elektron alıb elektron sayı artıb. Çevrildiyi iyon xlor mənfi iyondur. İyonun tam elektron formulu, baxın yazmışam, 1s2, 2s2, 2p6, 3s2, 3p6. Bənzədiyi təsirsiz qazdakı arqondur. Sıra nömrəsi 18 olan təsirsiz qaz arqon. Keçək oksigenə. Oksigen də qeyri-metaldır. Qeyri-metallara xas olan xüsusiyyət nə idi? Elektron almaq. Elektron konfiqurasiyasını yazıram. Atomun tam elektron formulu. 1s2, 2s2, 2p4. Oksigenin sıra nömrəsi 8-dir. Və görürük ki, xarici energetik səviyyəsində, ikinci energetik səviyyədə 2 üzərinə gəlsin 4, 6 elektron var. Özünü 8-ə tamamlaması üçün neçə elektron çatışmır? 2 elektron çatışmır. Yəni 2 elektron almalıdır. Qeyri-metal olduğuna görə elektron alır. 2p4-dür. 2 elektron alsa tamamlanır. 2p6. İndi uşaqlar, gəlin diqqət edirək əmələ gələn iyonun simvolu. Oksigen, neytral halda 8 protonu var, 8 də elektronu var və oksigenin dedik ki, normalda 8 idi proton sayı. 2 elektron aldı, 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6, tamamlandı 10-a, 10 elektronu var. Proton sayı biz demişik elementdə dəyişmir, oldu 8. İyonun yükü proton çıxılsın elektron. 8 çıxılsın 10, bərabər olur 2 mənfiyə. Yük 2 vahid azaldısa, elektron sayı 2 vahid artdı deməkdir. Plus 2 elektron. Əmələ gətirdiyi iyon oksigen 2 mənfi. O 2 mənfi. İyonun tam elektron formulu, baxın burada yazmışam. 1s2, 2s2, 2p6. 4 idi, 2 elektron da aldı, oldu 2p6. Bənzədiyi təsirsiz qaz, sıra nömrəsi 10 olan təsirsiz qaz, helium, neon. Neondur. Deməli, neona bənzəyir. Keçirik növbəti kalyuma. Kalyum metaldır. Elektron verər yoxsa alar? Əlbəttə ki, elektron verər. Kalyumun sıra nömrəsi 19-dur. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1. 4s1'dir. Və burada görürük ki, kalyum, yəni oktet qaydasına əsasən bizə deyir də, kalyumun xarici energetik səviyyəsində neçə elektron var?
1 elektron var. Sonuncu ondan qabaqki energetik səviyyədə isə 8 elektron var. 8-ə tamamlamaq üçün kalium metaldır dediyi elektronunu asanlıqla verir. Baxın bu 1 elektronunu versə, asanlıqla bu nə olacaq? Xarici energetik səviyyəsində 8 elektron olacaqdır. Və ona görə də həmin o 1 elektronunu verdi. Birinci elektron formulunu yazdıq. Daha sonra əmələ gələn ionun simvolu. Kalium neytral halda 19 protonu var, 19 elektronu var. Daha sonra əmələ gətirdiyi ion 1 elektronunu verdi, 19 idi. Birini verdi, neçəsi qaldı? 18 elektron qaldı. Deməli bu arqona bənzəyir. Elementdə demişik proton sayı dəyişmir. İonun yükü də proton çıxılsın elektron tapılır. 1 müsbət, yəni müsbət 1. 1 adatan yazılmır. İonun yükü 1 vahid artdısa, elektron sayı 1 vahid azaldı deməkdir. Həqiqətən 19 idi, oldu 18. Burada da minus 1 elektron, 1 vahid azaldı. Və əmələ gətirdiyi ion kalium müsbət. İonun elektron formulu yuxarıda yazmışam. 1 elektron itirdi, oldu 1s2, 2s2, 2p6, 3s2, 3p6. Bənzədiyi təsirsiz qazdakı sıra nömrəsi 18 olan arqondur. Keçirik növbəti dublet qaydasına. Bizə verilib litium. Litiumun sıra nömrəsi 3-dür. 1s2, 2s1. Litium metaldır. Elektronunu asanlıqla verir. Dublet qaydasına əsasən, deməli elementlər özünün sıra nömrəsi 2 olan helium atomuna bənzədirlər. Yəni xarici energetik səviyyəsində 2 elektron olmalıdır. Burada görürük ki, litium elektronunu verir. 1 elektronunu verməklə asanlıqla xarici energetik səviyyəsində 2 elektron olmuş olur. Deməli 1 elektronunu verir litium və tam elektron formulunu bayaq yazdım. Əmələ gələn ionun simvolu litium neytral halda 3 proton 3 elektronu var. Yazıram litium. Litium biz dedik ki 1 elektronunu verdi və nəticədə əmələ gəldi 2 elektron. Proton sayı dəyişmir. Proton ionun yükü necə tapılır? Proton çıxılsın elektron 3 çıxılsın 2. 3-dən 2 çıxan necə eləyir? Müsbət 1. İonun yükü 1 vahid artdısa, elektron sayı 1 vahid azaldır deməkdir. Həqiqətən 3 idi, oldu 2. Minus 1 elektron. Elektron sayı azaldı. Və əmələ gətirdiyi ion litium müsbət. İon tam elektron formulu baxın yazmışam. 1s2. Bənzədiyi təsirsiz qaz əlbəttə ki, dublet qaydasına görə heliumla bənzəyir. Keçək berilyuma. Berilyum yenidən metaldır. Əlbəttə ki, elektronunu verəcəkdir. 1s2, 2s2. Dublet qaydasına əsasən xarici energetik səviyyədə 2 elektron olmalıdır və elektronlarını verməlidir mütləq. Neçə elektron verəcək? 2 olması üçün xarici energetik səviyyədə bu ikisini də verməlidir ki, burada 1s2 qalsın və 2 elektron. Atomun elektron formulunu yazmışdım. Əmələ gələn ionun simvolu 1s2. İonun deməli berilyum neytral halda 4 protonu var, 4 də elektronu var və berilyum proton sayı dəyişmir. Elektron sayı da ki, heliuma tamamlandığına görə 2 elektronu var. Elektron sayı 2 vahid azaldısa yük 2 vahid artdı, 0 idi, oldu 2 müsbət və elektron sayı da minus 2 elektron, 2 vahid azaldı. Əmələ gətirdiyi ionun simvolu berilyum 2 müsbət. İonun tam elektron formulu 1s2, bənzədiyi təsirsiz qaz sıra nömrəsi 2 olan, elektron sayı 2 olan, deməli helium təsirsiz qazıdır. Keçirik növbəti sualın izahına. Növbəti 3-cü sualda bizə gördüyümüz kimi flor atomu verilib. Oktet qaydasına uyğun olaraq hansı atom nömrəli təsirsiz qaza bənzəyir, onu soruşur. Florun sıra nömrəsi 1s2, 2s2, 2p6, 2p5, sıra nömrəsi 9-dur. Elektron konfigurasiyası bu şəkildə olur. Flor bildiyimiz kimi qeyri-metaldır, elektron alacaqdır və xarici energetik təbəqəsinə baxsaq, 7 elektronu var. 8-ə oktet qaydasına əsasən 8-ə tamamlanması üçün 1 elektron çatışmır və 1 elektron da p yarım səviyyəsinin üzərinə gəlirəm. 2p6. Və burada deyir ki, uyğun olaraq hansı təsirsiz qaza bənzəyir? Hansı təsirsiz qaza bənzəyir? İndi gəlin üzərini toplayaq. 2 üzərinə gəlsin 2, 4. 4 üzərinə gəlsin 6. Oldu nəyin formulu? Deməli, helium neona. Sıra nömrəsi 10 olan. Cəmlədikdə görürük ki, 10-dur. Neona bənzəyir. Cavablarımızı əsaslandırdıq. Deməli, flor qeyri-metaldır. Elektron alır, yəni elektronlarını vermir. Xarici energetik təbəqəsində 7 elektron var. 8-ə tamamlanması üçün cəmi 1 elektron çatışmır. Onu da aldı və ona tamamlandı. Bu təsirsiz qazın atomunun modeli. Təsirsiz qazın
deməli atomunun modeli. Təhlil qazansı idi neon, sıra nömrəsi 10. Atom modeli 13-ün elektron konfiqurasiyası yazmışam. 1s2, 2s2, 2p6. Deməli yazıram neonun deməli nüvəsi. Nüvənin ətrafında neçə energetik təbəqə var? 2. Birinci energetik səviyyə, bu da ikinci energetik səviyyə. Birinci energetik səviyyədə gördüyümüz kimi 2 elektron var. 1, 2 elektron. İkinci energetik təbəqədə 2 üzərinə gəlsin 6, 8 elektron var. 1, 2, 3, 4, 5, 6, 7, 8. Və görürük ki, burada xarici energetik təbəqə hansıdır? İkincisi və 8 elektron var. Yəni oktet qaydasına əsasən 8-ə tamamlandı. Sonra dördüncü suala baxırıq. Dövri cədvəldən istifadə etməklə alüminium, karbon, hidrogen, azot, berilyum, bor elementlərini dublet və oktet qaydasına uyğunlaşdırmağa çalışın. Deməli, dövri cədvəldə istifadə etsək görərik ki, dublet qaydasına əsasən heliuma yaxın olan atomlar, oktet qaydasına əsasən isə sıra nömrəsi, daha doğrusu təsirsiz qazlar, yəni heliumdan başqa digər təsirsiz qazlara yaxın olanları götürürük də. Dublet qaydasına, yəni heliuma yaxın olanlar, məsələn, burada hidrogendir, berilyumdur. Onları hidrogenlə berilyum, məsələn, dublet qaydasına uyğun olaraq götürmək olar. Və yaxud da oktet qaydasına uyğun olaraq alüminiumdur, karbondur, azotdur. Bunlar isə oktet qaydasına uyğundur. Və yaxud da bordur, oktet qaydasına uyğun götürmək olar. Növbəti 5-ci çalışmaya baxaq. Deyir ki, 2 elektron almaqla arqon atomuna bənzəyən elementi müəyyən edin və cavabınızı əsaslandırın. Deməli, uşaqlar, arqon üçün elektron konfiqurasiyası tətbiq etsəm, dövri cədvələ baxsaz görərsiniz ki, 18-ci elementdir. 1s2, 2s2, 2p6, 3s2 və 3p6. Deməli, arqonun sıra nömrəsi neçədir? 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6, 10, 10 üzərinə gəlsin 2, 12, 12 üzərinə gəlsin 6, 18. Hər hansı bir elementdir və o 2 elektron alaraq arqona tamamlanıb. Əgər 2 elektron alaraq bu element arqona tamamlanıbsa, deməli bu element atomu, belə deyim də, X-dir, neytral haldadır. Proton sayı, bəlli bir proton sayı var məsələn. Elektron sayı tamamlanaraq arqona çevrilibsə, arqonun neçə protonu var? 18 protonu var. Düzdür. Deməli, daha doğrusu 18 elektronu var arqonun. Deməli, bu elementin neçə elektronu var? 16 olub ki, bu 2 elektron alıb, yəni plus 2 elektron tamamlanıb arqona, yəni 18-ə. Deməli, yükü olur 2 mənfi. Bu sıra nömrəsi 16-dırsa, neytral halda, daha doğrusu 16 elektronu varsa 16-da protonu var deməkdir. Yəni 16 protonu olan element dövri cədvələ baxsaz görərsiniz ki, kükürdür. Və bu zaman deyir ki, bu element atomunun və elektron alarkən əmələ gətirdiyi ion. Element atomunun, deməli elektron formulunu yazın. Element atomunun elektron formulu yazdıqda 16 üçün elektron konfiqurasiyası yazaram. Və 2 elektron alarkən əmələ gətirdiyi ionun elektron formulu isə, baxın, arqonun elektron formuludur. İndi yenidən yazıram mən. Kükürdün elektron formulu 16 üçün 1s2, 2s2, 2p6, 3s2, 3p4. Və deyirdi ki, şərtdə bizə 2 elektron alaraq arqona tamamlanır. Arqon 1s2, 1s2, 2s2, 2p6, 3s2, 3p6. Baxın, 3p4 idi, 2 elektron aldı, oldu 3p6. Deməli, söhbət nədən gedir? Kükürd ionundan gedir. Kükürd 2 mənfi. Daha sonra keçirik 6-cı suala. Kalsium 2 müsbət ionun arqon ilə oxşar cəhətlərini qeyd edin. Kalsium 2 müsbət, bir də yazıram ki, arqon. Arqonun, kalsiumun normalda proton sayı 20-dir. İyonun yükü 2 müsbətdir. İyonun yükü bərabərdir proton çıxılsın elektron dusturuna diqqət etirsək. İyonun yükü müsbət 2-dir. Proton sayı 20-dir. Çıxılsın elektron. Elektronu buradan tapıram 18. Arqon da ki, neytral atom vəziyyətindədir. 18 protonu var, yəni sıra nömrəsi 18-dir. Əgər iyonun yükü 0-dırsa, proton elektrona bərabərdir atom vəziyyətində. Hər ikisinin oxşar cəhəti nədir? 18 elektronları var, oxşar cəhətdir. Və deməli, oxşar cəhəti elə bu deməkdir. 18 elektronu var. Daha sonra başqa belə oxşar cəhətləri demək olar ki, yoxdur. Keçirik 7-ci suala. 7-ci sualda bizə deyir ki, dövri cədvəldən istifadə etməklə ifadələrin düzgün və səhv olduğunu müəyyən edin. Deməli, 7-ci sualda deyir ki, düzgün səhvləri müəyyən edin. A variantına diqqət edirək. Deyir, fosfor 2
Fosfor atomu 2 elektron olmaqla xarici elektron təbəqəsini arqonun xarici elektron təbəqəsinə bənzədir. Fosforun dövrü cədvəldə baxsa sıra nömrəsi 15-dir. Özünü arqona tamamlaması üçün arqon sıra nömrəsi neçədir? 18. 15-in 18-ə keçməsi üçün 3 elektron almaq lazımdır. 2 elektron xeyr. A variantı səhvdir. B variantına diqqət yetirək. 1s2, 2s2, 2p6 elektron formuluna malik. X neçə müsbət iyonu? 3 müsbət iyonu alüminium əmələ gətirir. 1s2, 2s2, 2p6 elektron formuluna malik. Yəni bu o deməkdir ki, bu elementin 2 üzərinə gəlsin 2, üzərinə gəlsin 6, 4 elektron, daha doğrusu üzr istəyirəm, 10 elektronu var. İyonun yükü də bərabərdir proton çıxılsın elektron düsturuna əsasən. İyonun yükü müsbət 3-dür. Proton sayı məlum deyil, elektron 10. Proton da buradan bərabərdir 13-ə. 13 həqiqətən də diqqət yetirirsək görərik ki, alüminium atomunun 13 protonu var. Deməli, alüminiumu əmələ gətirir. B variantı doğrudur. C variantına diqqət yetirək. Oksigen və maqnezium atomları kimyəvi stabil hala keçmək üçün xarici elektron təbəqələrini arqonun xarici elektron təbəqəsinə bənzədirlər. Deməli, bu düzgün ola bilər. Düzgün ola bilməz. Niyə? Çünki maqnezium, oksigen və maqnezium hər ikisi özünü arqona bənzədə bilməzlər. Ona görə ki, oksigen diqqət yetirsək sıra nömrəsi 8-dir. 8-dirsə, əgər o 2 elektron alaraq çevrilər 10-a. Yəni, özünə yaxın olan sıra nömrəsi neçədir? 10 neona. Ona görə də bu yanlışdır. C variantı yanlışdır. D variantında flor və kalium atomları stabil hala keçdikdə əmələ gətirən iyonların elektron quruluşları eyni olur. Florun proton sayı 9-dur və o stabil hala keçərkən ona keçməsi üçün sadəcə 1 elektron olması kifayətdir. Çünki sıra nömrəsi 10 olan təsirsiz qaz hansıdır? Neon. 1 elektron alanda da elektron alanda mənfi yüklənir. Və bu zaman da elektron sayı nəyə bərabər olar? İyonun yükü bərabərdir proton çıxılsın elektron bərabər olur 10 elektrona. Kaliumdakı metaldır. Metalda ki kalium 1 elektron verməklə deməli arqona tamamlanır. Sıra nömrəsi neçədir? 19-dur. 1 elektron verər, 18-ə tamamlanar arqona. 1 elektron verdikdə də müsbət yüklənir element. Elektron verəndə 1 müsbət. Və deyir elektron formulları eyni olar, səhvdir. Biri 10, biri olur 18. Elektron formulları da onlara uyğun olur, səhvdir. Y variantında deyir oktet qaydasına uyğun olaraq atomlar stabil hala keçmək üçün ancaq elektron verir, yanlışdır. Metallar elektron verir, qeyri-metallar elektron alır. F variantı atomlar kimyəvi rabitə əmələ gətirdikdə kimyəvi stabil hala keçir, bəli, doğrudur. 8-ci suala diqqət yetirək. Dövri cədvəldən istifadə etməklə boşluqları müvafiq ifadələri yaz və mətni tamamla. Bəzi ifadələr istifadə olunmur. Kalsium atomunun xarici energetik təbəqəsində 2 elektron olur. Niyə? Çünki kalsiumun sıra nömrəsi 20-dir. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2. Xarici elektron təbəqə 4-cü elektron təbəqəsidir və görürük ki, orada da 2 elektron var. Rabitə yarandıqda deməli, oktet qaydasına uyğun olaraq kalsium atomu elektronunu verir. Yəni, bu 2 elektronunu verir və olur xarici elektron təbəqəsi 3-cü təbəqədir. Orada da 8 elektrona tamamladı. 2 elektron verirsə 20 idi. 2 elektron azaldı. Yəni, 2 vahid elektron azaldısa, keçir bu 18-ə. 18 də hansıdır? Arqon. Deməli, 2 elektron verir və yükü oktet qaydasına uyğun olaraq kalsium atomu elektron verir və yükü deməli, yükü belə deyək də 1 olan, yükü 2 müsbət olan, 2 elektron verdisə 2 müsbət yüklənir. Yükü 2 müsbət olan iyon əmələ gəlir. Bu iyonun xarici elektron təbəqəsi arqon elementinin xarici elektron təbəqəsinə bənzəyir. Daha sonra keçirik 9-cu suala. 9-cu sualda bizə flor və natrium verilmişdir. Eyler-Venn diaqramı. Kimyəvi stabil halı aniondur. Anion nədir uşaqlar? Mənfi yüklü. Metal heç zaman mənfi yüklü ola bilmir. Çünki elektronlarını verir. Verirkən də müsbət yüklənir. Ona görə də bu uyğun gedir flora. 1 uyğun getdi flora. 2 stabil hala keçərkən iyon elektron formulu 1s2, 2s2, 2p6 şəklində olur. Yəni 10-a tamamlanır da. 1s2, 2s2, 2p6-dırsa 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə gəlsin 6. Xarici deməli belə deyək də ümumi neçə elektron oldu? 10 elektronu.
Bunlardan hansı ona tamamlanır? Gəlin diqqət yetirək. Fluor qeyri-metaldır. Qeyri-metaldırsa elektronunu alırlar. Yəni baxın, fluorun elektron konfigurasiyasını yazıram. 1s2, 2s2, 2p5. 2p5. Deməli burada görürük ki, fluor qeyri-metaldır. Elektron alma qabiliyyətinə malikdir. Xarici elektron təbəqəsində 7 elektronu var. Neçəsi çatışmır? 1-i. 2p5-dir. 1 elektron alır. Onlar 2p6. Yəni fluor özünü bəli tamamladı. Amma diqqət yetirək natriuma. Natrium 1s2, 2s2, 2p6, 3s1 natriumdur. Sıra nömrəsi 11. Natrium metaldır. Xarici elektron təbəqəsinin 8 elektronu necə tamamlayır? Elektronu verməklə. 1 elektronunu versə, həqiqətən də xarici elektron təbəqəsində onlar neçə elektron? 8 elektron. Natriumda 1 elektron verdi, ona tamamlandı. Deməli, bu hər ikisinə uyğun gedir. 2 hər ikisinə uyğun gedir. Sonra deyir 3 1 elektron verərək stabilləşir. Elektron vermək dedik metallara xas olan xüsusiyyətdir, yəni natriuma. 4-dəki oktet qaydasına uyğun olaraq xarici elektron təbəqəsini neonun xarici elektron təbəqəsinə bənzədir. Bunların hər ikisi, baxın, hər ikisi elektron saylarını topladıqda əmələ gətirdiyi ion görür ki, elektron sayı 10-a bərabərdir. Bu da ki, neon atomuna xas olan xüsusiyyətdir. Sonra keçirik 10-cu suala baxırıq. 10-cu sualda bizə aşağıdakı suallar verilib və onları deyib cavablandırın. Silisium atomunun tam elektron formulunu yazın. Silisium 1s2, sıra nömrəsi 14-dür. 2s2, 2p6, 3s2, 3p2. 3s2, 3p2. Silisiumun xarici təbəqəsində olan elektron sayı. Xarici təbəqə 3-cü təbəqədir və 3-cü təbəqədə də cəmi 4 elektron var. İkisi s yarım səviyyəsində, ikisi p yarım səviyyəsində. 2 üzərinə gəlsin 2, 4 elektron var xarici energetik səviyyədə. C variantında deyir, oktet qaydasına əsasən silisiumun xarici təbəqəsi atom nömrəsi neçəyə bənzəyər? Deməli, silisium qeyri-metaldır. O elektronlarını asanlıqla neyniyər? Alar əlbəttə ki. Elektronlarını alarsa, baxın silisium elektron formulunu yazıram. 1s2, 2s2, 2p6 yenidən yazıram. 3s2, 3p2. Xarici elektron təbəqəsində 4 elektron var. Normalda 8 olmalıdır stabilləşməsi üçün. 4-dür. 8 olması üçün 4 dənə çatışmır. Baxın, 3p yarım səviyyəsində 2 dənə var idi. Üzərinə 4 dənə də gəlsəm, onlar 6. Düzdür. 6 dənə 3s2, 3p6. Xarici elektron nömrəsi neçəyə bənzəyər? Təsirsiz qaza tamamlanması üçün xarici elektron təbəqəsində 8 elektron olması üçün deməli formulu belə oldu. Gəlin elektron saylarını toplayaq. 2 üzərinə gəlsin 2, 4, 4 üzərinə 6, 10, 10 üzərinə gəlsin 2, 12, 12 üzərinə gəlsin 6, 18. 18 də nədir? Arqon. Deməli özünü 18-ə tamamlayar, yəni arqona. Silisium qeyri-metallıq xassəsinin metallıq xassəsindən daha yüksək olduğu əsasən C bəndində cavabını dəyişərsənmi? Deməli ona görə ki, baxın, qeyri-metaldır silisium. Qeyri-metaldırsa elektronunu rahatlıqla alıb xarici elektron təbəqəsini 8-ə tamamlayır. 3p4 idi, 2 elektron aldı, oldu 3p6. Əgər metal olsaydı elektronunu verəcəkdi. Ona görə də qeyri-metallığı daha yüksəkdir və cavabımızı dəyişməyə ehtiyac qalmır. Onsuz da biz C variantında dedik ki, elektron alır özünü, nəyə tamamlayır? Arqona, 18-ə. Növbəti 11-ci sualımıza baxaq, sonuncu sualımız. Elektron, deməli birinci verib ki, kütlə ədədi 31, neytron sayı 16. X elementidir, kütlə ədədi 31-dir. Neytron sayı 16-dırsa, belə bir düsturumuz var ki, kütlə ədədi bərabərdir, proton üzərinə gəlsin neytron. Kütlə ədədi 31-dir, proton sayı bilmirik neçədir, neytron sayı 16. Buradan protonu tapıram, eləyir 15. Deməli, bu elementin 15 protonu var. Elektron sayda ki, element neytral haldadırsa, proton elektronuna bərabər olur. 15 protonu varsa, 15 də elektronu var deməkdir. 15 elektronu var. Stabil hala keçməklə əmələ gətirdiyi ion. Sıra nömrəsi 15 olan element 1s2, 2s2, 2p6, 3s2 və 3p3. 3p3-dür. Stabil hala keçməklə əmələ gətirdiyi ion. Deməli, xarici elektron təbəqəsində 5 elektron var. Adətən xarici energetik təbəqəsində 1, 2, 3
elektron olan elementlər metal olurlar. Burada 5 elektron varsa, deməli bu qeyri-metaldır. Qeyri-metaldırsa elektron nə edəcək? Alar. 5 elektron varsa xarici elektron təbəqəsində 8-i tamamlamaq üçün neçə elektron çatmır? 3 elektronu. 3p3 idi. 3 elektron üzərinə gəldim, oldu 3p6. Özünü 8-ə tamamladı. 3 elektron alarsa bu element, X elementidir. 3 elektron aldı. Oldu nə? 3 mənfi. Elektron alanda mənfi yüklənir. 3 elektron aldığına görə oldu nə? 3 mənfi. Əmələ gətirdiyi iyonda oldu 3 mənfi. Keçək ikinciyə. Berilyum atomu. Deməli, söhbət gedir fosfor atomundan. Berilyum atomu. Berilyumun deməli 4 protonu var. 4 protonu varsa 4 də elektronu var deməkdir. Neytron sayı da berilyumda səhv etmirəmsə 10 olmalıdır. 10 və yaxud da 11. Kütlə ədədi, daha doğrusu kütlə ədədi deməli 11-dir. Və bizə deyir ki, elektron 4, proton 4, kütlə ədədi 11 və stabil hala keçməklə əmələ gətirdiyi iyon. Berilyum qeyri, daha doğrusu üzr istəyirəm, metaldır. Elektron formulunu yazıram 1s2, 2s2. Özünü deməli rabitə əmələ gətirərkən dublet qaydasına əsaslanır və elektronlarını verə bilər. Dublet qaydasına əsasən xarici elektron təbəqədə 2 elektron olmalıdır. Və berilyumda bu 2 elektronunu verməklə xarici elektron təbəqəsində olur neçə elektron? 2 elektron. Elektron verəndə dedik ki, element atomu müsbət yüklənir. Neçə elektron verdi? 2 elektron. Berilyum 2 müsbət. Keçirik üçüncüsünə. Proton sayı 35-dir elementin. Proton sayı 35-dirsə, X elementi 35 protonu var və bu zaman deməli 35-də, daha doğrusu üzr istəyirəm, kütlədə yerində yazdım. 35 elementin proton sayı 35-dir. 35 də elektronu var deməkdir. Deməli kütlə ədədi də bu 35 protonu olan element bromdur. Deməli yazıram brom. Baxın bunu silim. Brom. Düzü 35 protonu varsa 35 də elektronu var. Kütlə ədədi də 80-dir. Neytron sayını necə taparam? Kütlə ədədindən çıxıram proton sayını. Yəni 80 çıxılsın 35 bərabərdir neytrona. Bu da bərabər olur. Səhv eləmirəmsə 45-ə. 45 neytronu var. Və deyir ki, stabil hala keçərkən əmələ gətirdiyi iyon. Brom sıra nömrəsi dedi ki, deməli proton sayı 35-dir. 35-dirsə olur nə? Daha doğrusu belə deyək də, brom qeyri-metaldır. Qeyri-metaldırsa 7-ci qrupda yerləşir. Xarici energetik səviyyəsini 8-ə tamamlaması üçün 7 elektronu var xarici energetik səviyyəsində. 8-ə tamamlamaq üçün 1 elektron nə etməlidir? Almalıdır. Qeyri-metaldırsa 1 elektron alır, yüklənir 1 mənfi. Əmələ gətirdiyi iyon bu şəkildədir. Növbəti elektron sayı 3 olan element. Elektron sayı 3-dürsə bu lityum elementidir. 3 elektronu var, 3 də protonu var. Lityumun kütlə ədədi 7-dir. 7 çıxılsın 3 bərabərdir 4 də neytronu var. Və eyni zamanda lityum biz dedik ki, hidrogenə yaxın olduğuna görə dublet qaydasına əsaslanır. Lityumun 3 protonu var. Və heliuma tamamlanması üçün heliumun sıra nömrəsi neçədir? 2. 2-yə tamamlanması üçün o 3 elektrondan birini verməlidir ki, 2-yə tamamlansın. Metal olduğuna görə elektronunu verir. 1 elektronunu verəndə də yükün olur 1 müsbət. Əmələ gətirdiyi iyon da bu şəkildədir.